Yeri gəlmişkən, həm də şair olmaq üçün mən öz sinəmi, öz duyğularımı, öz ürəyimi ağrılara açıq saxlamışam. Yəni, belə poetik şəkildə necə deyim ki, qorumamışam ki, filan zərbə mənə dəyməsin, filan kəsin sözü məni incitməsin. Həm də belə qeyri-ixtiyarı da, belə sinəmi mənəvi şəkildə açıq qoymuşam ki, görüm bu ağrıdan mənə nə təsir gəlir. Mən bu ağrıdan nə düşünə bilirəm. Çünki insan ağrıyanda daha çox hiss edir. Yəni, adi şəkildə oturursan, başqalarını başa düşə bilmirsən. Amma başqalarının ağrılarını özündə insan hiss eləyəndə başa düşürsən ki, onlar necə ağrıyır. Hissiyat daha çox onda üzə çıxır. Yəni, genetik keçməklə bərabər, yəni mən özümü ağrılara açıq saxlamışam. Bəzən görünə bilər ki, qəribə görünə bilər ki, insan özünü ağrılara necə açıq saxlaya bilər. Yəni, zərbələrə necə açıq olursan. Şairlik həm də bir saflıq işidir. O qədər insan saf olmalıdır ki, o kənardan gələn zərbələrə müdafiəsiz yansın. Təbii ki, mənəvi zərbələrdən söhbət gedir. Mən də bütün gənclər kimi sevmişəm, ayrılmışam, oradan bir zərbə almışam, oradan bir şairlik formalaşır. Bir də Allahın verdiyi tərəf. Təbii ki, hə, mən deyirəm axı genetik... Seçmək də deyirəm, seçmək olmur. Yəni, kimsə seçə bilməz, mən şair olum. Əlbəttə ki, mən onu əvvəlində dedim ki, yəni, mən genetik keçib, genetikamızda da yerdən tanrı var da. İndi mən ora gələcəkdim. Təbii ki, bu ruhu bizim bədənimizdə tanrı qoyur. Əlbəttə ki, bu seçim deyil. Sadəcə formalaşması üçün, bütöv olması üçün bir neçə nəsnə var. Genetika var, tanrıdan gələn vəhy var. Misal üçün, mənim içimdə elə misralar var ki, o bir bənddə oradan çıxmır. Mən nə vaxtsa tanrı icazə verəcəksə, mən onu gedib yazacam. Və mənim elə şeirlərim var ki, belə, necə sizə deyim, əvvəllər vəhy gəlir də, peyğəmbərlərə, belə də müəyyən insanlara ki, vəhy gəlib. Şairlikdə də bu var. Yəni, bir vəhy forması var ki, o gələndə mən gedib şeiri yazıram və yeriyəmişən, mənim ən uğurlu şeirlərim də o vəhdən də olmuş şeirlərdir. Nə qədər ağrı da alsam, nə qədər hissiyatım da olsa, yəni, ilahi komanda olmadan yazmaq olmur. Yəni, onu o vəziyyətdə gətirib ortaya çıxartmışım. Ümid edirəm ki, cavabım sizi qane edir. Saatlarla bir sualın ətrafında danışmaq olar, amma o birisi suallara da yer saxlamaq üçün, onlar haqqında da danışmaq üçün burada düşünürəm ki, nöqtə qoymaq olar bu suala yalnız.